təlim nəticələri haqqında məlumat vermək istəyirəm. Ümumi təlim nəticələri dedikdə nə nəzərdə tutulur? Mənimsənməsi nəzərdə tutulan, əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətinin konkret səviyyəsidir. Burada əvvəlcə müəyyənləşdirilmiş dedikdə nə nəzərdə tutulur? Yəni, hər hansı bir təlimi həyata keçirərkən əvvəlcə müəyyənləşməlidir. Nəticə yönümlü olmalıdır. Ənənəvi dərs metodundan fərqli olaraq, kurikulum interaktiv dərs metodunda bütün mövzular, bütün məşğələlər nəticə yönümlü olmalıdır. Qısaca standartlar haqqında məlumat vermək istəyirəm. Misal üçün 1.2.3. Burada bir nəyi göstərir? Məzmun xəttini. 1. Məzmun xətti. 2. Əsas standart. Əsas standart. 3 nəyi göstərir? Alt standartı. 3. Alt. Məzmun xətti necə olur? Dəyişməsi olur, leitmotivdir, ana xətti. Məzmun xətti hər zaman birinci yerdə durur. Əsas standart ikinci yerdə, alt standart üçüncü yerdə durur. Əsas standart əsasən dəyişir. Bəli. Alt standart bəs? Hər zaman dəyişir. Hər zaman dəyişir. Deməli, əsas standart dedikdə nəyə nəzərdə tutulur? Məzmun xətti ilə görüləcək işlərin məzmunusudur. Məzmun xətti üzrə görüləcək işlərin fəaliyyətini istiqamətləndirir. Alt standart əsas standart üzrə görüləcək işlərin fəaliyyətini istiqamətləndirir. Əsas standart əsasən dəyişir, alt standart hər zaman dəyişir. Daima dəyişir. Hər məşğələdə başqa cür dəyişir.